Salam. 20-ci əsr böyük utopiyalarla başladı və bu əsr gələcəyə inamın əsri kimi yadda qaldı. 21-ci əsr isə getdikcə nostalji əsrinə çevrilməkdədir. Gələcək əvvəlki kimi ümid vəd etmir. Keçmiş isə getdikcə daha cəlbedici görünür. Bir vaxtlar insanlar sabaha inamla baxırdılar. Daha yaxşı dünyanın mümkün olduğuna inanırdılar. Bugün isə milyonlarla insan üzünü keçmişə çevirir. Gələcəkdə axtardığı ümidi tapa bilməyən insan onu getdikcə daha çox keçmişdə axtarmağa başlayır. İnsan niyə keçmiş üçün darıxır? Bu sual ilk baxışda olduqca sadə görünür. Çoxumuz tərəddüd etmədən cavab verərik ki, çünki keçmişdə daha xoşbəxt idik. Uşaqlığımız orada qalıb, gəncliyimiz orada qalıb. Valideynlərimiz, dostlarımız, artıq keçmiş halı ilə mövcud olmayan məhəllələrimiz, kəndlərimiz, küçələrimiz, şəhərlərimiz, köhnə mahnılarımız, ilk sevgilərimiz orada qalıb. Ona görə də keçmiş üçün darıxırıq. Amma bu cavab bizi qane etməlidirmi? Biraz diqqətlə düşünəndə bu cavab kifayət etmir. İnsan doğrudanmı keçmiş üçün darıxır, yoxsa keçmiş haqqında özünün qurduğu təsəvvür üçün? Məhz bu suallar və baxışlar Rus-Amerikalı ədəbiyyatşünas, mədəniyyət nəzəriyyətçisi və müqayisəli ədəbiyyat professoru Svetlana Boymun diqqət mərkəzində idi. Sovet İttifaqında doğulan, sonradan Amerika Birləşmiş Ştatlarına köç edən Boym ömrünün böyük hissəsini yaddaş, mühacirət, kimlik və müasirlik problemlərini araşdırmağa həsr etmişdi. Nostalgiya mövzusunda Nostalgiyanın gələcəyi adlı fundamental kitab yazan müəllifin eyni mövzuda Nostalgiya və onun narahatlıqları adlı məşhur bir essesi də var. Bu esse nostalji haqqında yazılmış ən mühüm nəzəri mətnlərdən biri hesab olunur. Bunun səbəbi isə çox sadədir. Boym nostaljini sentimental his kimi yox, insanın özü, zaman, tarix, siyasət və kollektiv yaddaş haqqında çox ciddi həqiqətlər söyləyən bir fenomen kimi araşdırır. Əvvəlcə sözün özündən başlayaq. Nostalgiya sözü qədim Yunan sözlərindən yaranmışdır. Nostos, evə qayıdış, algiya isə həsrət, ağrı deməkdir. Lakin maraqlıdır ki, bu termin qədim Yunanlara məxsus deyil. O, ilk dəfə 1688-ci ildə İsveçrəli tibb tələbəsi Johannes Hofer tərəfindən tibbi dissertasiyada işlədilmişdi. Üstəlik, nostalji əvvəlcə nə fəlsəfi anlayışıdır, nə də ədəbi obraz. O, xəstəlik idi. Bəli, xəstəlik. Doğma yurdundan uzaqda döyüşən əskərlər, xaricdə işləyən xidmətçilər, başqa ölkələrdə təhsil alan tələbələr, izahı çətin olan halsızlıq, iştahasızlıq, yuxusuzluq və dərin kədər hissi keçirirdilər. Həkimlər hesab edirdilər ki, bu xəstəliyin səbəbi insanın doğulduğu yerdən uzaq düşməsidir. Ona görə də sadə müalicə yolu təklif edirdilər. İnsanı evinə qaytarmaq lazımdır. Lakin zaman keçdikcə məlum oldu ki, evə qayıdış həmin problemi həll etmir. Hətta bəzi hallarda insan doğma yurduna qayıtdıqdan sonra da həmin həsrət, xiffət hissindən qurtula bilmirdi. Məhz burada Boym çox mühüm bir nəticəyə gəlir. Onun fikrincə, nostalji əslində məkana deyil, zamana duyulan həsrətdir. İnsan köhnə evi yox, o evdə yaşadığı həyatı, zamanı axtarır. Uşaqlıqda yaşadığımız ev yerində qala bilər. Küçələr, ağaclar, hətta qonşular belə dəyişməyə bilər. Ancaq bütün bunlar insanın axtardığını ona qaytarmır. Çünki nostaljinin obyekti məkan deyil. İtirilən şey zamanın özüdür. Daha dəqiq desək, həmin zamanın içində yaşamış insandır. O insan isə artıq mövcud deyil. Elə buna görə də nostalji keçmişə yox, təxəyyülümüzün yaratdığı keçmişə duyulan həsrətə çevrilir. Biz təkcə köhnə evi istəmirik. Biz o evdə yaşadığımız zamanı istəyirik. Biz təkcə köhnə küçəni istəmirik. Biz həmin küçədə olduğumuz insanı istəyirik. Məkanı yenidən qurmaq mümkündür. Amma zamanı geri qaytarmaq mümkün deyil. Bütün bunlar bizi yaddaşın mahiyyəti haqqında düşünməyə məcbur edir. Biz çox vaxt elə hesab edirik ki, yaddaş keçmişin arxividir. Güya beynimizdə baş vermiş hadisələr olduğu kimi saxlanılır və lazım gəldikdə biz həmin arxivi açıb keçmişə yenidən baxırıq. Halbuki, psixologiya çoxdan göstərib ki, yaddaş arxiv deyil. İngilis psixoloqu Frederick Bartlett hələ ötən əsrin əvvəllərində göstərmişdi ki, insan yaddaşı arxiv deyil, rekonstruksiyadır. Yəni biz keçmişi olduğu kimi xatırlamırıq. Hər dəfə xatırlayanda onu yenidən qururuq.
boşluqları doldururuq, unutduqlarımızı təxminlərlə əvəz edirik. Bəzi detalları şişirdir, bəzilərini isə tamamilə üzərindən keçirik. Sonrakı biliklərimizi, hisslərimizi və arzularımızı keçmişin üzərinə köçürürük. Yəni, insan keçmişi olduğu kimi xatırlamır. Hər xatırlama keçmişin yeni redaktəsinə çevrilir. Boyumun nostalji haqqında ən mühüm fikirlərindən biri də məhz budur. Nostaljiya çox vaxt keçmişə yox, keçmiş haqqında yaratdığımız hekayəyə bağlılıqdır. Bəzən isə bu hekayənin reallıqla çox az əlaqəsi olur. Ya da heç olmur. Yəqin ki, hər birimiz indi deyəcəyim adam tipi ilə rastlaşmışıq. Elə adamlar var ki, heç vaxt mövcud olmamış bir keçmiş yaradırlar. Məsələn, X adlı bir nəfər illərlə bizə danışır ki, güya hansısa B adlı adam onu dəli kimi sevir. Amma tale yolları istədiyi kimi olmayıb. Lakin bu X-in iddiasına görə bütün bunlara baxmayaraq B X-i hələ də sevir və çox sevir. X adlı bu şəxs hər dəfə B-nin ona olan sevgisindən danışır, özünün necə dəli kimi sevildiyini, heç kimin həyatında belə bir sevgi olmadığını bizə eşitdirmək istəyir. Araşdırsaq görərik ki, B adlı adamın bundan, bu sevgi əhvalatından heç xəbəri də yoxdur. X kimi adamlarda illər keçdikcə təxəyyül xatirəni əvəz edir. Belələri, yaşadığı hadisəni deyil, sonradan özü üçün yazdığı senarini xatırlayır, yaratdığı obrazı yaşanmış hadisə kimi təqdim etməyə başlayır. Belə tiplər yaşamadığı keçmiş üçün darıxır. Heç vaxt sahib olmadığı bir həyatın həsətini çəkirlər. Yəni, qurduqları xəyala aludə olurlar. Bu tiplər sizə tanış gəldimi? Bu müşahidə təkcə fərdi münasibətlərə aid deyil. Millətlər də eyni şey edir. Dövlətlər də, cəmiyyətlər də. Onlar da öz keçmişləri haqqında əfsanələr yaradır, sonra isə həmin əfsanələri tarix kimi qəbul etməyə başlayırlar. Bəzən vaxtilə tənqid etdiyimiz bir sistem illər sonra bizə sabitliyin və təhlükəsizliyin simvolu, qızıl dövr kimi görünür. Niyə bəzi insanlar heç vaxt sahib olmadıqları bir həyat, heç vaxt yaşamadıqları bir keçmiş üçün belə darıxa bilirlər? Məhz buna görə boyum nostaljini sadəcə şəxsi hiss hesab etmir. Onun fikrincə nostalji tarixi emosiyadır. O təkcə fərdi yaddaşı deyil, kollektiv yaddaşı da formalaşdırır. Boyum maraqlı bir qanuna uyğunluğa diqqət çəkir. Böyük inqilablardan, böyük siyasi çevrilişlərdən sonra nostaljiya adətən güclənir. Çünki inqilab təkcə gələcəyi dəyişmir, o keçmişi də dəyişir. 1789-cu il Fransa inqilabından sonra ansiyən rejim, yəni əvvəlki idarəetmə sistemi birdən-birə daha cazibədar görünməyə başladı. Sovet İttifaqı dağıldıqdan sonra milyonlarla insan əvvəllər tənqid etdiyi sistemi sabitliyin və təhlükəsizliyin simvolu kimi xatırlamağa başladı. Tarix dəyişməmişdi. Bəli, tarix dəyişməmişdi. Dəyişən ona baxan insanın bugünkü vəziyyəti idi. İndinin narahatlığı keçmişin mənasını dəyişdirmişdi. Boyumun fikrincə, nostaljiyanın ən böyük paradoksu da məhz buradadır. Biz elə düşünürük ki, keçmişi xatırlayırıq. Əslində isə çox vaxt indiki ehtiyaclarımızı keçmişin üzərinə köçürürük. Başqa sözlə desək, keçmiş olduğu kimi qalmır. Hər yeni dövr onu yenidən yazır. Buna görə də boyum çox mühüm xəbərdarlıq edir. Nostaljiyanın təhlükəsi ondadır ki, o real evi xəyali evlə, real keçmişi isə xəyali keçmişlə qarışdırmağa meyillidir. İnsan bir müddətdən sonra həqiqətən yaşamış olduğu həyata yox, təxəyyülünün yaratdığı həyata bağlanır. Ən təhlükəli məqam isə budur ki, bu təxəyyül təkcə ayrı-ayrı insanlara yox, bütöv cəmiyyətlərə də sirayət edə bilir. Svetlana Boyumun essesində ən orijinal ideya budur. O göstərməyə çalışır ki, biz eyni sözlə, yəni nostaljiya sözü ilə əslində iki tamamilə fərqli şeyi ifadə edirik. Çox maraqlıdır, elə deyilmi? Müəllifə görə nostaljiya iki yerə ayrılır. Bərpedici nostaljiya və reflektiv nostaljiya. Bərpedici nostaljiya keçmişi yenidən qurmaq istəyir. O hesab edir ki, nə vaxtsa ideal bir ev, ideal bir vətən, ideal bir cəmiyyət mövcud olub və bugünkü problemlərin həlli həmin itirilmiş qızıl dövrə qayıtmaqdan keçir. Maraqlıdır ki, bu növ nostalji özünü heç vaxt nostalji adlandırmır. O özünü həqiqətin müdafiəçisi kimi təqdim edir.
Əsl dəyərlərə qayıdışdan, tarixi ədalətin bərpasından, milli ruhun dirçəldilməsindən danışır. Keçmiş burada tədqiq olunan tarix deyil, bərpa edilməli modelə çevrilir. Boymun fikrincə təhlükə də məhz burada başlayır. Çünki keçmiş heç vaxt bütöv şəkildə götürülmür. Bərpa edici nostalji keçmişi olduğu kimi qəbul etmir. O keçmişi seçir, yenidən qurur və ona yeni məna verir. Ondan yalnız müəyyən parçalar seçilir. Xoşagəlməz hadisələr unudulur, ziddiyyətlərin üzərindən keçilir, mürəkkəb tarixi proseslər sadə miflərə çevrilir. Beləliklə, tarix araşdırılmır, yenidən yazılır. Bir sözlə, keçmiş olduğu kimi deyil, seçilmiş və yenidən qurulmuş formada təqdim olunur. Nəticədə insanlar real keçmiş uğrunda deyil, öz təxəyyüllərində yaratdıqları keçmiş uğrunda mübarizə aparmağa başlayırlar. Boyum göstərir ki, bərpa edici nostalji çox vaxt vətən təhlükədədir, xalq təhlükədədir, bizdən nəyisə oğurlayıblar kimi şüarlarla, təsəvvürlərlə qidalanır. Buradan isə növbəti mərhələ başlayır. Günahkar axtarışı, mürəkkəb tarixi prosesləri anlamaq əvəzinə bütün problemlərin səbəbi kimi hansısa dırnaq arası düşmən, xarici qüvvə və ya xəyanətkar göstərilir. Boyum təsadüfi olaraq bərpa edici nostalgini sui-qəsd nəzəriyyələri ilə əlaqələndirmir. Çünki hər ikisi mürəkkəb dünyanı, mürəkkəb prosesləri bəsit izahlarla təqdim edir və keçmiş haqqında yaradılmış mifləri dəyişməz həqiqət kimi təqdim edirlər. Bu mənada bərpa edici nostaljiya diktaturaların, radikal millətçiliyin və dini fundamentalizmin əsas dayaqlarından, ideoloji alətlərindən biridir. Çünki onlar keçmişi olduğu kimi təqdim etmirlər. Keçmişi seçir, yenidən qurur, ixtira edilmiş ənənələr yaradır və həmin ənənələri cəmiyyətə dəyişməz tarixi həqiqət kimi qəbul etdirməyə çalışırlar. Bunun tam əksində isə reflektiv nostaljiya dayanır. Bu nostalji keçmişi geri qaytarmağa çalışmır. O bilir ki, keçmiş geri qayıtmayacaq. Məhz buna görə də onun məqsədi itirilmiş evi yenidən tikmək deyil. Həmin itkinin insanın həyatında hansı məna daşıdığını anlamaqdır. Reflektiv nostalji həsrətdən qaçmır, amma onu ideologiyada çevirmir. O keçmişi müqəddəsləşdirmir, əksinə onunla dialoq qurur. Boymun fikrincə insanın həm sevməsi, həm də tənqidi düşünməsi mümkündür. Həsrət insanı düşünmək qabiliyyətindən məhrum etməməlidir. Bu fərq ilk baxışda nəzəri görünə bilər, amma əslində gündəlik həyatımızda da onun saysız hesabsız nümunələri var. Təsəvvür edin ki, bir insan uzun illər əvvəl yaşadığı kəndə şəhərə qayıdır. Bərpa edici nostalji həmin şəhərin dəyişməsini xəyanət kimi qəbul edir və onu əvvəlki vəziyyətinə qaytarmaq istəyir. Reflektiv nostaljiya isə anlayır ki, şəhər də dəyişib, insan özü də dəyişib. Keçmişi olduğu kimi geri qaytarmaq mümkün deyil. Amma onu başa düşmək, ondan öyrənmək və onunla yaşamağı bacarmaq mümkündür. Boyum bu fikri xüsusilə mühacirlərin və sürgün yazıçılarının həyatında izləyir. Onların bir çoxu doğulduqları ölkəyə qayıda bilməmişdi, lakin onların yaradıcılığı göstərir ki, insanın evi təkcə coğrafi məkanla məhdudlaşmır. İnsan bəzən mətnlərdə, xatirələrdə, dostluqlarda, yeni dillərdə və yeni münasibətlərdə özünə başqa bir ev də yarada bilər. Boyum bunu diasporik yaxınlıq adlandırır. Boyumun diasporik yaxınlıq adlandırdığı anlayış, insanın doğma vətənə qayıtmadan da yeni bağlılıqlar, yeni münasibətlər və yeni mənsubiyyət hissi yarada bilməsini ifadə edir. Bu, itirilmiş evi bərpa etmək cəhdi deyil, evsizliyin yaratdığı boşluq içində yaşamağı və yeni yaxınlıqlar qurmağı öyrənməkdir. Bu anlayış, insanın doğma yurdundan uzaq düşməsini romantikləşdirmir. Sadəcə göstərir ki, insanın mənsubiyyət hissi təkcə doğulduğu torpağa bağlanmır. Məhz boyumun esse boyunca demək istədiyi ən vacib fikirlərdən biri də budur. Nostalji öz-özlüyündə nə yaxşıdır, nə də pis. O həm yaradıcı qüvvəyə, həm də dağıdıcı ideologiyaya çevrilə bilər. Hər şey ondan asılıdır ki, keçmişdən biz istifadə edirik, yoxsa keçmiş bizdən istifadə edir. İndi dediyim bu cümlə, yəni keçmişdən biz istifadə edirik, yoxsa keçmiş bizdən istifadə edir, əslində təkcə nostalji haqqında deyil, o tarixə münasibətimiz haqqında da çox şey deyir. Tarix insanı azad da edə bilər, əsir də. Əgər tarix bizə bugünü daha yaxşı anlamağa kömək edirsə,
o zaman o düşüncəni zənginləşdirir. Əgər tarix indini görməyə mane olan miflər toplusuna çevrilirsə, artıq o həqiqəti deyil, təxəyyülün yaratdığı keçmişi müdafiə edir və onu yaşadır. Boyumun essesi bugün xüsusilə aktual səslənir. Çünki 21-ci əsr Boyumun fikrincə keçmiş haqqında fərqli təsəvvürlərin bir-biri ilə rəqabət apardığı bir dövrdür. Nostaljiya artıq yalnız şəxsi his deyil, o siyasətin, medianın, reklamın, populyar mədəniyyətin və kollektiv kimliklərin ayrılmaz hissəsinə çevrilib. Hər kəs bizi hansısa dırnaqarası əsl keçmişin mövcud olduğuna inandırmağa çalışır. Amma Boyum xəbərdarlıq edir ki, bu deyilən əsl keçmiş dediyimiz şey çox vaxt yaddaşla təxəyyülün qarışığından başqa bir şey olmur. Buna görə də o, nostaljiyadan imtina etməyi yox, ona qarşı məsuliyyətli olmağı təklif edir. Öz nostaljimizi başqalarının hazırladığı hazır miflərə təslim etməməli, onu tənqidi düşüncənin işığında yenidən nəzərdən keçirməliyik. Çünki əvvəlcədən paketləşdirilmiş, qablaşdırılmış keçmiş nə qədər cazibədar görünsə də, gələcəyimizi qurmaq üçün etibarlı bələdçi ola bilməz. Svetlana Boym bizləri keçmişdən üz döndərməyə çağırmır. O, sadəcə bizi belə bir sual üzərində düşünməyə dəvət edir. Doğrudanmı darıxdığımız şey keçmişin özüdür, yoxsa keçmiş haqqında qurduğumuz hekayə? Bəlkə biz itirdiyimiz dünyanı yox, heç vaxt mövcud olmamış bir dünyanı axtarırıq. Çünki yaddaş keçmişin arxivi deyil, yaddaş yalnız xatırlamaq deyil, həm də yaratmaq aktıdır. Və məhz buna görə nostalji yalnız yaddaşın deyil, həm də təxəyyülün məhsuludur. Növbəti görüşlərə qədər özünüzdən və aydın düşüncənizdən müğayət olun.